Salam dəyərli izləyicilər. Burada qeyd edilir ki, 1-ci Dünya müharibəsi dövründə xəritədə rəqəmlərlə göstərilmiş dövlətlərdən hansına aid olan xüsusiyyət verilməmişdir? İldırım sürəti müharibə planını tətbiq edən, təbii ki, 1-ci Dünya müharibəsi dövründə xəritədə göstərilən hansına aid olan xüsusiyyət verilməmişdir? İldırım sürəti müharibə planını tətbiq etdi. Tətbiq etdi Almaniya. Yəni 2 tətbiq edib. Çanaqqala döyüşündə qələbə qazanıb Osmanlı. Bunu da götürülmədi. Müharibənin gedişində Antanta dövlətləri ilə gizli saziş imzaladı. Antanta ilə gizli saziş imzaladı. İtaliya müharibədən çıxdı. Bunu da götürürük. Kütül-Amara döyüşündə məğlubiyyətə uğratdı İngiltərə. Deməli, burada 4 rəqəminə aid olan, yəni Fransaya aid olan heç bir məlumat yoxdur. Yəni Fransaya aid olan məlumat olmadığı üçün burada doğru cavabımız C variantında. Digər bir sualda daha əvvəl olmuşdur. 7 illik müharibənin başlanması deməli 7 illik müharibə 756-763-cü illərdə olub. Mühür haqqında qanun qəbul edilməsi. Daha doğrusu 7 illik müharibə 1756-1753-də olub. Mühür haqqında qanun 1765. ABŞ Konstitusiyası 1787, İstiqlaliyyət Bəyannaməsi 1776, Saratoga döyüşü isə 1777-ci ildə baş vermişdir. Daha əvvəl baş verdiyini qeyd edilirsə, burada təbii ki, A variantı uyğun cavab olur. Daha əvvəl baş verən A variantıdır. Digər bir sualda göstərilənlərin aid olduğu Osmanlı Sultanı Serbiya və Bolqarıstanı Osmanlı dövlətinin asılı qəbul etdi, paytaxtı yeni şəhərə köçürdü. Bu da 1-ci Muradın dövründədir. Paytaxt Ədirnə şəhərinə köçürüb. Uyğun cavabımız D variantıdır. Diqqətiniz üçün təşəkkür edirik.